edirik Səfəvilər mövzusu ilə bağlı 3-cü hissədən. Dedik keçən səfərki hissədə, ikinci hissədə dedik ki, ölkədə saray çevrilişi baş verir və hakimiyyətə Şah Abbas gəlir. Şah Abbasın hakimiyyət illəri 1587-1629-cu illəri əhatə edir. Şah Abbas saray çevrilişi nəticəsində hakimiyyətə gəlir və ölkədəki vəziyyətlə əlaqədar 1590-cı ildə 1-ci İstanbul sülh müqaviləsini Osmanlılarla imzalayır və bu Səfəvilərin imzaladığı ən ağır şərtli sülh müqaviləsi idi. Sülh müqavilələrinin şərtlərini kitabdan oxuyun. 1593-cü ildə inzibati islahat keçirilir və bu inzibati islahatla vahid Azərbaycan bəylərbəyliyini yaradır və bu bəylərbəyliyin mərkəzi Ərdəbil şəhəri olur. Tayfa başçılığında irsiliyi ləğv edir. Qızılbaşlara tək başına silah gəzdirilməsini qadağan edir. Nizami ordu yaradır ki, ordunun da 4 növ var idi. Qızılbaşlar, qulamlar, tüfəngçilər və topçular idi. Xarici siyasətdə Şah Abbasın 3 əsas məqsədi var idi ki, Şeybanilərlə, Osmanlılarla və Portuqaliyalılarla hesablaşmaq idi. 1599-cu ildə ilk olaraq Xorasanı Şeybanilərdən geri alır. Daha sonra 1603-1612-ci ildə yeni Səfəvi-Osmanlı müharibəsi baş verir və bu Səfəvi-Osmanlı müharibəsi gedişində 1603-cü ildə Təbrizi azad edir. Daha sonra Naxçıvan və Culfanı isə döyüşsüz tutur. Ordubad əhalisi isə Səfəvilərə şəhərin azad edilməsində köməklik etdiyinə görə Şah Abbas Ordubad əhalisini bütün vergidən azad edir. 1600 deyirik ki, 4-cü ildə Çuxursədi və İrəvanı azad edir. 1605-ci illərdə isə Bakı, Dərbənd, Şamaxı, Quba, Gəncə ərazilərini azad edir. 1605-ci ildə 2-ci Sufyan döyüşü baş verir ki, Osmanlılarla Səfəvilər arasında Səfəvilər Turan taktikası nəticəsində Osmanlıları məğlub edirlər. 1612-ci ildə Sərab və yaxud da 2-ci İstanbul sülh müqaviləsi imzalanır. 1616-1618-ci ildə yeni Səfəvi-Osmanlı müharibəsi baş verir və 1618-ci ildə Osmanlılarla Səfəvilər arasında Sınıq körpü döyüşü baş verir və Səfəvilər Osmanlıları yenə məğlub edirlər. Və 1618-ci ildə Mərəd sülh müqaviləsi imzalanır. 1621-ci ildə İngiltərə ilə Səfəvilər arasında əbədi dostluq müqaviləsi imzalanır. 1623-ci ildə Hörmüzü Portuqallardan geri alırlar. 1623-1639-cu ildə Səfəvi-Osmanlı müharibəsi baş verir və 1622-23-cü ildə Şah Abbas Ərəb İraqını tutmuş olur. Onun tarixçisi İskəndər bəy Münşi idi. Həmçinin deyəcək ki, burada biz Cəlalilər hərəkatından danışacağıq ki, Cəlalilər hərəkatı deyirik ki, 16-cı əsrdə, 16-cı əsrin əvvəlində Osmanlı ərazisində yaranıb, 16-nın sonu, 17-nin əvvəlində isə Azərbaycanda yayılıb. Azərbaycanda isə ilk böyük çıxışları 1591-ci ildə Təbrizdə baş vermişdi. Yəni, Cəlalilər Osmanlılara qarşı baş vermiş bir hərəkat idi və Şah Abbas da bu Cəlalilərdən öz xeyri üçün istifadə edir və onları 1608-ci ildə Çuxursəd ərazisində məskunlaşmalarına icazə verir. Daha sonra biz deyəcəyik ki, Şah Abbasdan sonra hakimiyyətə nəvəsi Şah 1-ci Səfi gələcək, 1629-1642-ci illərdə hakimiyyətdə olur və o 4-cü Muradla, Osmanlı Sultanı 4-cü Muradla arasında, yəni 4-cü Murad Azərbaycan ərazisində yürüş edir ki və bu zaman Şah Abbasın tutduğu Ərəb İraqı və Bağdadı belə deyək 4-cü Murad tutur və Şah Səfi 1639-cu ildə 4-cü Muradla Qəsr-Şirin sülh müqaviləsini imzalayır ki, bu sülh müqaviləsi də Osmanlılarla Səfəvilər arasında imzalanmış ən uzun müddətli, belə deyək də uzun ömürlü sülh müqaviləsi olmuşdur. Belə, 3-cü hissə, Səfəvilərlə bağlı 3-cü hissəmiz, əsas məqamları sizə qeyd etdim. Kitabı mütləq şəkildə oxuyun. Səfəvilərlə bağlı növbəti video izahlarımızda olacaq.